Övladınızın ibtidai siniflərdə və gələcək siniflərdə riyaziyyatdan uğurlu olmasını istəyirsinizmi? Elə isə Sinqapur modelini mütləq tətbiq edin. Sinqapur modelində uşaqlar riyaziyyatı əvvəl rəqəmlərlə deyil, əşyalarla öyrənirlər. Çünki uşaq əvvəl gördüyünü, daha sonra isə toxunduğunu anlayır. Sonra isə onu riyazi simvollara çevirə bilir. Mən də bunu illər əvvəl qızımla birlikdə tətbiq etmişdim. İndi sizə həmin videoları təqdim edəcəyəm. Mağazin işləyir. Yoğurt var, yoğurt. Aç baxım görüm hansındandır. Çiyələklidir. Baxım. Hə, ondan 3 manatadır. Hə, birini verin də mənə. Bu 1, 2, 3 manat. Bunu ver. Sağ olun, təşəkkür. Gördüyünüz kimi burada məqsəd onun beynində sayma, müqayisə etmə, qruplaşdırma və məntiqi əlaqə qurma bacarıqlarını formalaşdırmaqdır. Belə olduqda uşaq məktəbə başlayanda riyaziyyatı sıfırdan başlamır. O artıq riyazi anlayışları gündəlik həyatın içində öyrənmiş olur. Buna görə də rəqəmlər və əməliyyatlar onun üçün daha asan və mənalı görünür və beləliklə riyaziyyat uğuru elə uşaqlıqda oynanan kiçik oyunlardan başlayır.